Demək müəllimlər, bu İZə nəşriyyatının testidir, sınavıdır, biologiya 4-cü qrup üzrə. Sualların müəllifi də Şölə Mirzəyevadır və ona təşəkkür edirik sualları bizlə paylaşdığına görə. Buradan suallarımız çox gəldi, ona görə istəyirəm bu sınavın sizin üçün izahını verim. Birinci sualda deyir, Vavilovun mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzinə görə hansı bitkinin vətəni Afrika ola bilməz? Demək, Vavilovun mərkəzlərinə görə Həbəşistan mərkəzi 2 qitə ilə, Afrika və Asiya qitəsi ilə və Aralıq dənizi mərkəzi isə 3 qitə ilə, Avropa, Asiya və Afrika qitəsi ilə əlaqəlidir. Deməli, biz Afrikan olan qitələri, yəni burada eləsini seçməliyik ki, o Həbəşistana aid olmasın və bir də Aralıq dənizinə aid olmasın. Kələm Aralıq dənizidir, Noxud Aralıq dənizidir, Çoxundur Aralıq dənizi mərkəzidir, Qəhvə Həbəşistan mərkəzidir, Kakaonun mərkəzi isə Mərkəzi Amerikadır. Yəni o Afrika ilə əlaqəli deyil. O yalnız Amerika qitəsi ilə əlaqəlidir. Ona görə burada doğru cavab C variantı olacaq. Yəqin ki, bu asandır sizin üçün. İkinci sual. Mikroorqanizmin sahib orqanizmlə qarşılıqlı təsiri kapsula polisaxaridləri və polipeptidləri vasitəsilə həyata keçirilirsə, yaranan xəstəliyi hansı qrupa aid etmək olar? Və biz burada yenə də bu cümlələr 11-ci sinif dərsliyində mikrobiologiya bölməsində aid olunub bakteriyalara. Harda kapsula polisaxaridləri, polipeptidləri cümləsini gördüksə, kapsula bilirik ki, bakteriyaların üzərində olur, hüceyrə divarının üzərində olur. Oradan yadınızda saxlayın. Deməli, bu bakteriyal xəstəliklərdir. Deməli, indi baxırıq cavablara. Mikoz göbələk xəstəliklərini deyirik. Kəskin respirator virus xəstəlikləri, bu da virus xəstəlikləridir. Protozooz bir hüceyrəli heyvanların törətdiyi xəstəlikdir. Helmintoz qurdların törətdiyi xəstəlikdir. Uşaq infeksiyaları ümumi addır. Lakin əgər cavabların içərisindən cavab seçməli oluruqsa, uşaq infeksiyalarının içərisində eləsi var virus xəstəlikləridir, eləsi var, məsələn, skarlatinanın özü bakterial xəstəlikdir. Deməli, bu cavab versiyaları ilə işləyiriksə, biz burada nəyi seçə bilərik? Uşaq infeksiyalarını seçə bilərik. Deməli, doğru cavab olacaq C variantı. Üçüncü suala baxırıq. Seleksiyaçının aldığı yeni döllü bitki sortunda qametlərin saflığı hipotezi pozulmamışdırsa, uyğun ola bilən fikri seçin. İndi baxaq cavab variantlarına. Karpachenko üsulu hibridə deyil, valideyn bitkilərə tətbiq olunmuşdur. Karpachenko üsulu valideynlərə yox, hibridə tətbiq olunur. Ona görə bu cavab düzgün olmayacaq. Homozigot genotipli saf xətlər alınmışdır. Saf xətlər alınsa belə biz onu deyə bilmərik ki, burada qametlərin saflığı hipotezi pozulmamışdır deyə bilmərik. C-də deyir ki, müxtəlif növlərdən alınmışdır. Əgər müxtəlif növlərdən alınıbsa, o normalda döllü olunur. Çünki növlər arası çarpazlaşdırma aparanda uzaq hibridləşmə deyirik, dölsüz olurlar. Amma burada şərtdə döllü bitki sortu yazılıb. Deməli, bu əgər döllüdürsə, ona poliploidlik tətbiq olunub ki, o gəlib döllü olub və bu zaman yenə qametlərin saflığı hipotezi pozulmuş olacaq. Deməli, bu cavab variantı da doğru deyil. Heterozis effekti müşahidə olunmaz. Niyə heterozis effekti müşahidə olunmasın ki, və yaxud da bunun qametlərin saflığı hipotezinin pozulub pozulmamasına bir aidiyyəti də olmayacaq. Növdaxili çarpazlaşma aparılmışdır. Bu doğru fikirdir. Çünki növdaxili çarpazlaşdırma aparıldıqda eyni növün fərdləri arasında çarpazlaşdırma aparıldıqda bu zaman döllü bitki alınır və 2N haploid xromosom, diploid xromosom dəstinə malik olur. Çünki bunlar növ daxilidir. Bunu artıq poliploidlik tətbiq eləməyə ehtiyac qalmayacaq. Alına ola da bilər, amma sırf yəni artıq burada bu şərtlərin içərisində biz belə götürürük ki, bu növdaxili çarpazlaşmada alınıbsa özü normalda döllü olacaq və döllüdürsə, deməli 2N xromosom dəstinə malikdirsə, bura qametlərin saflığı hipotezini tətbiq etmək olar. Çünki diploid orqanizmlərdə qametə əlamətlərdən yalnız biri düşür, homoloji xromosom cütündən yalnız biri düşür və bu zaman qametlər saf hesab olunur. Deməli, burada doğru cavab Y variantı olacaq.
Dördüncü suala baxırıq. Şimal sortudur. Sarı Berberi Royal bunlar cənub sortlarıdır. Çir armud sort deyil, növdür. Yabani Ussuriya sort deyil, növdür. Kitayka isə şimal sortudur. Deməli, dördüncü sualda düzgün cavab D variantı olacaq. Beşinci suala baxırıq. Gen mühəndisliyində çox əhəmiyyətli hesab olunan polimeraza zəncir reaksiyaları haqqında verilmiş fikirlərdən hansı yanlışdır? DNT polimeraza fermentinin sintezidir. Xeyr, bu proses Kerry Mullis tərəfindən kəşf olunmuşdur və ona Nobel mükafatı verilmişdir. Bu ferment sintezi deyil, bu DNT sahələrinin hər hansı bir gen sahəsinin təbii ki, hansı hissə lazımdırsa, onun dəfələrlə çoxaldılmasıdır. Sanki DNT gen sahəsinin klonunu hazırlayır. Yəni, bu şəkildə olur. Ona görə buradan A variantı doğru deyil. Digər variantlara da baxaq. 5-ci də A variantı doğru deyil. Səhv işarələdim. Digər variantlara da baxaq. DNT molekulyar biologiya və biokimiyaya əsaslanır. Bəli. Fermentlərin iştirakı ilə gedir. Bəli. Burada polimeraza fermenti iştirak edəcək. DNT molekul sahələrinin çoxaldılmasıdır. Bəli, dedik ki, DNT-nin hər hansı bir gen sahəsinin sanki klonunu hazırlayır. Onu dəfələrlə çoxaldır və bu üsul ağır zəhmət və uzun zaman tələb etmir. Bəli. Bu doğru fikirdir. Yəni, müasir üsullar üstünlüyü digər üsullardan, klassik seleksiya üsullarından onunla fərqlənir ki, bu üsullar ağır zəhmət və uzun zaman tələb etmir. Yəni, bu da dərsliyimizin cümləsidir. Deməli, burada doğru, yanlış fikir yalnız A variantı oldu. 6-cı suala baxırıq. İmmun sisteminin zəifləməsinə səbəb olan amil deyil. Antibiotiklərdən uzun müddətli istifadə bilirik ki, mikroorqanizmlərdə hərəkət verici seçməyə səbəb olur və onların davamlı formalarını əmələ gətirir. Həmçində göbələk xəstəliklərinə səbəb ola bilər. Deməli, bu aiddir. İmmunodepressantlar, bu da təbii ki, bu dərman preparatlarıdır və təsir eləyəcək. Depressiyalar ümumiyyətlə immun sisteminə ən böyük zərbə vuran amillərdəndir, xəstəliklərdəndir. Boy hormonunun hipofunksiyası, bu da dərsliyimizin cümləsidir. Boy hormonunun, somatotrop hormonunun normadan az ifraz olunması hipofiz vəzi tərəfindən, bu bilirik ki, hədəf orqanı bütün orqanizmdir. Bütün orqanların böyüməsinə və inkişafına təsir göstərir və əgər hipofunksiyası, yəni normadan az sintezi baş verərsə, bu zaman timus vəzi də fəaliyyətdən qalacaq, inkişafdan qalacaq və bu da immun sisteminin zəifləməsinə səbəb olacaq. Lakin müalicə zərdabları isə bu süni immunitet yaratmaq üçün tətbiq olunan üsuldur və ona görə müalicə zərdablarının tətbiqi immun sisteminin zəifləməsinə yox, əksinə güclənməsinə səbəb olar. Ona görə burada doğru cavab Y variantı olacaq. Keçirik 7-ci sualımıza. 7-ci sualda deyir, uzaq hibridləşmədə istifadə olunan iki bitkidə eyni ola bilməz. Yadımıza salaq, elə ən belə populyar kələm turp hibridini, dərsliyimizdə onlara çox yer verilir. Bilirik ki, onların xromosom dəstləri hər ikisində 2-18-dir. Xromosom sayları eynidir. Çiçək düsturları eyni fəsiləyə, kələm də turpda xaç çiçəklər fəsiləsinə aid olduğuna görə çiçək düsturları eynidir. Mənşə mərkəzləri hər ikisində Aralıq dənizi mərkəzidir. Amma xromosom quruluşu müxtəlif növlərə aid olan bitkilərdə hər zaman müxtəlif olur. Və uzaq hibridləşmədə nədir? Müxtəlif növlər arasında aparılan hibridləşmədir. Ona görə də onların xromosom quruluşu heç vaxt eyni ola bilməz. Deməli, 7-ci sualda doğru cavab C variantı olacaq. Baxırıq 8-ci suala. 8-ci sualda deyilir, Vavilova görə taxıllar fəsiləsi neçə mənşə mərkəzində yer alır? Yadımıza salaq, taxıllar fəsiləsindən buğda Azərbaycanın yerləşdiyi mərkəz deyirdik, Cənub-Qərbi Asiya mərkəzində. Düyü ən böyük mərkəz deyirdik, 33% müxtəlifliklə Cənubi Asiya tropik mərkəzində. Qarğıdalı Xaçınov seleksiyası ilə məşğul olmuşdu, Mərkəzi Amerika mərkəzində. Dənlik sarğı isə Həbəşistan ən kiçik mərkəz 4% müxtəlifliklə Həbəşistan mərkəzində yerləşirdi. Deməli, taxıllar fəsiləsinə aid olan
bizim dərsliklərimizə görə 4 dənə bitkinin adını verir və onlar hər biri müxtəlif mərkəzlərdə, yəni 4 müxtəlif mərkəzdə yerləşir Vavilova görə. Deməli, doğru cavab A variantı olacaq. Keçirik 9-cu sualımıza. 9-cu sualda deyir, seleksiyanın klassik üsulu ilə alınmamışdır. Dövrü tritikali bu poliploidlik tətbiq etməklə alınıb. Befler-Kitayka bu hibridləşmə tətbiq etməklə alınıb. Sonra taksa it cinsi mutasiya nəticəsində alınıb. Tut ipək qurdu Astaurov onlara poliploidi tətbiq etmişdi. Qızıl düyünü isə Ingupatricus və əməkdaşları gen mühəndisliyi üsulu ilə almışdır. Hansı ki, gen mühəndisliyi seleksiyanın klassik yox, müasir üsullarına aiddir. Deməli, burada doğru cavab B variantı olacaq. Keçirik 10-cu suala. 10-cu sualda deyilir, X, Y, Z-i müəyyən edin. Oxuyuruq variantları. Metodiki seçmədir. Burada hər ikisi həm fərdi seçmə, həm də kütləvi seçmə metodiki seçməyə aiddir. Deməli, biri yazacağıq ortaya. Biri yazırıq Y-ə. Xaçinov istifadə etmişdir. Xaçinov bilirik ki, qarğıdalı seleksiyası ilə məşğul olmuşdur. Qarğıdalı çarpaz tozlanan bitkidir. Çarpaz tozlananlara isə kütləvi seçmə tətbiq olunur. Ona görə 2-ni də yazacağıq Z-ə. Bester alınmışdır. Bester ağ balıq və cökənin hibrididir. Əslində fərdi seçmə biz bitkilərdə öz-özünə tozlanma, heyvanlarda isə inbreedinqə aid edirik. Təbii ki, Bester bu inbreeding nəticəsində alınmayıb, bu uzaq hibridləşmə nəticəsində alınıb. Amma yəni bu variantların içərisində, yəni bu heyvan olduğuna görə və heyvanlara yalnız fərdi seçmə tətbiq oluna bilər. Yəni bu məntiqlə onu da X-a yazmalı olur. Deməli, bunu da yazıram X-a. Heterozigot fərdlər alınır. Heterozigot fərdlər kütləvi seçmə nəticəsində alınır. Genotip də orada nəzərə alınır. Bunu da yazdım kütləvi seçməyə. Bitkilərdə saf xətlər bu öz-özünə tozlanma nəticəsində, buna görə də bunu aid edirik fərdi seçməyə. 5-i də yazırıq X-a. Bitkilərə tətbiq olunur. Həm fərdi seçmə, həm də kütləvi seçmə bitkilərə tətbiq oluna bilər. Öz-özünə tozlananlara fərdi, çarpaz tozlananlara isə kütləvi seçmə. Deməli, X 3, 5, Y 1, 6, Z 2, 4. Doğru cavab B variantı olur. 11-ci suala baxaq. 11-ci sualda deyilir, Rusiyada Orlov-Lövrəm at cinsinin alınmasında neçə dişi fərd, neçə erkək fərd və neçə cinsdən istifadə olunmuşdur. Yenə yadımıza salaq Orlov-Lövrəm atının alınmasını. Ərəb minik atının ayğırı ilə, yəni erkəyi ilə, Danimarka yük atının madyanını, yəni dişisini çarpazlaşdırırlar və bir hibrid alırlar. Amma bu hibrid hələ cins deyil. Sonra bu hibridin erkəyini Orlov-Lövrəm atının dişisi ilə çarpazlaşdırmaqla Orlov-Lövrəm atını alırlar. Deməli, burada 2 erkək, 2 dişi fərd iştirak etdi, cins iştirak etdi və bunlardan neçəsi cinsdir deyirsə, Ərəb minik atı, Danimarka yük atı, Holland Lövrəm atı bunlar cinsdir. Amma yeni alınan hibrid hələ cins hesab olunmur. Elə o sadəcə bir hibriddir, onun üzərində seleksiya işləri aparılır. Ondan sonra onu cins alırlar. Deməli, burada 2, 2, 3. Doğru cavab A variantı olacaq. 12-ci suala baxaq. 12-ci sual, bu da çox belə qəşəng maraqlı suallardan biridir. Deyir ki, biotexnologiyada mühəndislik növləri tətbiq olunan aləmləri X, Y, Z ilə işarə eləyib, mühəndislik növlərini isə A, B, C ilə işarə eləyib. İndi baxaq bu cədvələ. Biraz böyüdüm. Demək, bu cədvəldə biotexnoloji mühəndislik üsulları hansılardır? Hüceyrə mühəndisliyi var, xromosom mühəndisliyi var, bir də gen mühəndisliyi var. Və aləmlər də bitkilər aləmi, heyvanlar aləmi və
bakteriyalar aləmində bunları tətbiq ediblər. Biz bilirik ki, mühəndislik üsullarından xromosom mühəndisliyi yalnız bitkilərə tətbiq olunur və burada biz görürük ki, X-a hamısına üstəgəl qoyulur. Hamısına üstəgəl qoyulubsa, deməli bu elə aləm olaraq bitkilər aləmidir. Çünki xromosom mühəndisliyi də daxil bitkilərə həm hüceyrə mühəndisliyi, həm də gen mühəndisliyi tətbiq oluna bilər. Deməli X aləm olaraq da yazıram bitki. Yazdım bitkilər aləmi. Və onda Y-də Y yalnız bir yerdə mühəndislik üsullarından yalnız birinə üstəgəl qoyublar Y-ə. Demək bu bakteriyalar aləmi olacaq. Çünki bakteriyalara gen mühəndisliyi tətbiq olunur. Z-də isə iki yerdə üstəgəl qoyulur. Deməli Z-də olacaq heyvanlar aləmi. Çünki heyvanlar aləminə həm gen mühəndisliyi, həm də hüceyrə mühəndisliyi tətbiq oluna bilər. Onda mühəndislik üsullarından da burada A olacaq. Həm bitkilərə, həm də heyvanlara tətbiq olunursa, deməli A olacaq hüceyrə mühəndisliyi, A-ya yazırıq hüceyrə mühəndisliyi. B yalnız bir yerdə göstərilib, yalnız bitkilərə tətbiq olunursa, o zaman B olacaq xromosom mühəndisliyi, xromosom mühəndisliyi. C isə 3 aləmin 3-ündə də tətbiq olunursa, deməli C də olacaq gen mühəndisliyi. Vəssalam, bunları qeyd edəndən sonra, ondan sonra variantlarla işləyirik. Yazır ki, A, C gen mühəndisliyi ola bilər. Baxıram ki, C-yə gen mühəndisliyi yazmışım. Deməli, bu doğrudur. Bizdən yanlışı istəyir. X xloroplasta malik canlıdır. Baxıram ki, X-a bitkilər aləmini yazmışam. Deməli, xloroplasta malik ola bilər. Z nədir? Z heyvan yazmışam. Sitokinez boğumlanma ilə baş verir. Bəli, heyvanlarda hüceyrə divarı olmadığına görə boğumlanma yolu ilə xaricdən daxilə doğru hüceyrə boğumlanıb bölünə bilər. Sitokinez keçirdə bilər. Y-ə nə yazmışam? Bakteriya yazmışam. Y yalnız membransız orqanoidə sahibdir. Bəli, bakteriyaların yalnız bir dənə ribosomu var və o da membransız hesab olunur. Y-də deyir ki, A ilə bakteriya hüceyrəsi və limfositlərin hibridi alınıb. A nədir? A hüceyrə mühəndisliyidir. Hüceyrə mühəndisliyi ilə limfositlərin və bakteriya hüceyrəsinin yox, xərçəng hüceyrələrinin hibridi alınmışdı. Dərsliyimizdə bunu qeyd edir. Deməli, burada yanlış olan cavab variantı Y variantı olacaq. Keçirəm 13-cü suala. 13-cü sualda maraqlı məsələdir. Karpachenkonun aldığı böllü top kələm hibridi üçün X, Y və Z-in deyir cəmini hesablayın. Hesablayaq. Deməli, böllü top kələm hibridi 4N xromosom dəstinə malikdir. Yəni 36-dır da 18 tur, 18 kələm 4-eni olur 36. Qameti isə hibrid əgər özü 4-endirsə, qameti olacaq 2-en, yəni 18. Və bu 18-in 9-u turpdan gəlib, 9-u kələmdən gəlib. Deməli, bizdə də qametdə olan turp xromosomlarının sayını istəyirsə, onda X 9-a bərabər olacaq. X-i yazdım 9. Hibridin 4 toxumunun yaranmasında iştirak edən sperm sayı fərqi yoxdur. İstəyir tetraploid olsun, istəyir diploid olsun və hər hansı bir bitki, ötürü toxumlu bitkidə toxumun yaranmasında yalnız 2 sperm iştirak edəcək bir toxumun yaranmasında. 4 toxum yaranıbsa 4 vur 2, 8 dənə sperm iştirak elər. Deməli, Y-i də qeyd edirəm 8. Hibridin mayalanmada iştirak etməyən hüceyrələrinin xromosom sayı, mayalanmada iştirak etməyən 5 hüceyrə olur. Antibiot və sinergitlər adlandırırıq onları və onların hər biri də 2N qədər olacaq. Çünki tetraploid daxil hibrid özü. O zaman onların necə ki diploiddə N-ə salırdıq, burada da 2N-ə salırıq. Deməli, hər biri olacaq 2N. Ona görə də 2N-də 18-dirsə, 18-i vuracağıq 5-ə. Birində 18-də xromosom sayı. Deməli, 5 hüceyrə mayalanmada iştirak etmirsə, 18-i vururuq 5-ə, eləyir 9. Və biz bu rəqəmləri toplayanda 90, üstəgəl 9, üstəgəl 8 neçə eləyir? 107. Burada çap səhvi gedib, bunu düzəldirik. 107. Deməli, doğru cavab B variantı eləyir. Keçirəm 14-cü suala.
Əgər Qarabağ atının erkəyi Orlov atının dişisi ilə çarpazlaşdırılıbsa, alınan nəsil dölsüz olar. Bu səhv fikirdir. Çünki hər ikisi taksonomiyanın, yəni normal təbii taksonomiyanın eyni növünə aiddir. Sadəcə olaraq süni sistematikanın cins olaraq müxtəlifdirlər. Yəni bu təbii təsnifat vahidindəki cinsdən söhbət getmir. Onlar eyni növdürsə, təbii ki, biz artıq növdən kiçik sistematik vahiddən danışırıq süni sistematikada. Ona görə deyirik ayrı-ayrı cinslərdir. Və bunlar eyni növ olduğuna görə alınan nəsil dölsüz yox, döllü olacaq. Elə bil ki, növ daxili qohum olmayan çarpazlaşdırmaya aiddir də bu Qarabağ atı ilə Orlov atının çarpazlaşdırılması. Biz burada da heterosis effekti əldə edə bilərik. Deməli, A variantı dölsüz olur cümləsi yanlışdır. Növlər arası dedik axı eyni növdür. Xeyr, bunlar növ daxili çarpazlaşmadır. Sadəcə olaraq ayrı-ayrı cinslər arasında aparılır. Homoziqotluq artıq, xeyr, biz burada inbreeding tətbiq eləmirik ki, bu qohum olmayan çarpazlaşmadır. Növ daxili qohum olmayan çarpazlaşmadır. Deməli, homoziqotluq artmaz. Qohum olmayan çarpazlaşma aparılır. Bəli, bu qohum olmayan növ daxili çarpazlaşmadır. Qohum olmayan çarpazlaşmanın iki forması var. Növ daxili və növlər arası. Növlər arasına uzaq hibridləşmə deyirik. Bu isə uzaq hibridləşmə deyil. Növ daxili qohum olmayan çarpazlaşmadır. Deməli, 14-cü sualda doğru cavab D variantı olacaq. Y-də də deyir ki, nəslin genotipi nəzərə alınmır. Nəslin genotipi yalnız kütləvi seçmədə nəzərə alınmır. Kütləvi seçmə isə yalnız bitkilərdə tətbiq olunur. Onu da demişdim sizə nəyə görə nəzərə alınmır da. Çünki çarpaz tozlamada biz təyin eləyə bilmərik. Külək kimi kimdən tozlandırdı, nə bilim, arı kimi kimdən tozlandırdı. Ona görə də kütləvi seçmədə genotip nəzərə alına bilmir. Deməli, burada doğru cavab D variantı olacaq. Keçirik 15-ci suala. Bitki seleksiyasının ən qədim üsuludur. Deyirik ki, bitkilərdə mədənləşdirmə, heyvanlarda əhilləşdirmə seleksiyada ilk addımlardır. Bunu kromanyonlar ilk dəfə eləmişdilər və bununla da seleksiya elminin əsasını belə deyək də qoymuşdu. Seleksiya işinin, elminin deməyək, işinin əsasını qoymuşdular. Ona görə bitki seleksiyasında dediyinə görə mən burada mədənləşdirmə. Əgər heyvan desəydi, o zaman əhliləşdirmə cavab variantını seçərdim. Keçirəm 16-cı suala. Burada kök hüceyrələri haqqında doğru ifadələri soruşur. Öz-özünü yeniləyə bilmir. Niyə bilməsin ki, kök hüceyrələri ixtisaslaşmamış hüceyrələr olur, özünü törədir, özünü yeniləyir və ondan cavanlaşdırma prosedurlarında da müasir dövrdə kosmetologiyada istifadə olunur, müxtəlif orqanların alınmasında tibbdə istifadə olunur və s. Bir yanlışdır. Embriondan alınan hüceyrələr ləng çoxalır. Əksinə, embrional dövrdə kök hüceyrələr daha aktivdir, daha çoxdur və onlar daha sürətlə çoxalırlar. Deməli, 2 də yanlışdır. Həm yetkin fərddə, həm də embrionda olur. Bu doğru fikirdir. Demişdik, həm laboratoriyada, həm canlı orqanizmdə, həm yetkin fərddə, həm embrionda biz kök hüceyrələri hətta demişdik ki, embrionda daha çox olur. Xüsusən də ixtisaslaşma nə qədər zəifdirsə, məsələn, blastula mərhələsində daha zəifdir. Deməli, kök hüceyrələrin sayı daha çox olacaq ixtisaslaşmamış olduqlarına görə. Amma yetkin fərddə azalır, lakin buna baxmayaraq yenə də var. Elə buna ən bariz nümunə insanda sümük iliyi hüceyrələrini göstərə bilərik ki, o qanın müxtəlif hüceyrələrinə, formalı elementlərinə çevrilə bilir. Deməli, 3 doğru fikirdir. 4-də deyir ki, tətbiq olunması gen mühəndisliyi sahəsinə aiddir. Tətbiq olunması, bəli, gen mühəndisliyinin sahəsidir kök hüceyrələri. Dərslimizdə də buna yer verir. Deməli, doğru cavab 3-dir. 3-4 D variantı olacaq. Keçirik 17-ci sualımıza. Verilmiş anlayışlarla bağlı uyğunluğu müəyyən edin. Bu da yenə maraqlı suallardandır. Poliploid, transgeniz və mentor 3 dənə üsulun adını verir. Anlayışların hər üçünə aiddir. Deməli, burada oxuduğumuz cümlə bunların hər üçünə aiddirsə doğrudur. İkinci sütunda anlayışlardan yalnız ikisinə aiddir. Burada oxuduğumuz cümlələr
bu anlayışlardan yalnız ikisinə aiddirsə doğrudur. Və burada oxuduğumuz cümlələr anlayışların yalnız bax bu üç anlayışdan yalnız birinə aid olsa doğru kimi götürəcəyik. Yəni belə maraqlı labirint kimi bir test tapşırığıdır. Gəlin baxaq. Birdə yazır, heyvanlara tətbiq olunur. Polikloidlik Astaurov nadir də olsa heyvanlara tətbiq etmək olur. Astaurov tütüpəkkürünə tətbiq etmişdi. Heyvanlara tətbiq olunur. Polikloidlik, transgenez də heyvanlara tətbiq olunur. Amma mentor üsulu heyvanlara tətbiq olunmur. Mentor üsulu nə idi? Hibridlərin tərbiyələndirməsi. Miçulin onu bitkilərə tətbiq eləmişdi. Deməli, heyvanlara tətbiq olunur cümləsi verilən anlayışların hər üçünə aid olmadı. Hər üçünə aiddir deyir axı. Bu cümlə hər üçünə aid olmadı. Deməli, tez bir olan variantları çıxdaş eləyirik ki, bizim üçün asan olsun. İkinci deyir, seleksiyanın metodlarıdır. Polikloidlik, transgenez, mentor, bunlardan üçü də seleksiyanın metodudur. 11-ci sinif dərsində verir. Sadəcə olaraq polikloidliklə mentor klassik metodudur, transgenez müasir. Ona görə də, yəni seleksiyada transgenezdən istifadə olunur müasir dövrdə. Deməli, bu hər üçünə aid oldu. Deməli, iki cümləsi, bax bu hər üçünə, bu üç anlayışın üçünə də aid oldu deyə mən ikini götürə bilərəm. Keçirəm ikinci sütuna. Anlayışların yalnız ikisinə aiddir olanları seçməliyim, ikisini. Yəni, bu üçündən ikisinə aid olmalıdır cümlələr. Plazmidlərdən istifadə olunur. Plazmidlərdən təkcə transgenezdə istifadə olunur. Deməli, anlayışlardan yalnız birinə aid oldu. Deməli, 3 olan versiya səhvdir. Onda C variantını da silirəm. Çünki C variantında 3 var. Qaldıq 2 variantın arasında. Seleksiyanın klassik üsullarıdır. Bunlardan polikloidlik və mentor klassik üsuldur. Bizə də lazım idi ki, anlayışların ikisinə aid olsun, düzdürmü? İkisinə aid oldu. Polikloidliyə aid oldu, bir də mentora. Deməli, ikisinə aid oldu, başlıq da belədir. Deməli, 4-ü götürə bilərəm. 4 doğrudur. Zaten həm D, həm Y variantında 4 var. Əmin idik ki, bu elə doğrudur. Anlayışların yalnız birinə aiddir. Yalnız, indi biz elə buradan birinə aid olan, əgər birinə aiddirsə seçəcəyik. Yalnız bitkilərə aiddir. Yalnız bitkilərə, deməli, polikloidlik bitkilərə də aiddir, heyvanlara da. Transgenez bitkilərə də aiddir, heyvanlara da, elə bakteriyalara da. Mentor yalnız bitkilərə aiddir. Deməli, burada bu anlayışlardan, bax bu cümlə, bax bu 5-ci cümlə, bax bu 3 anlayışdan yalnız birinə, mentora aid idi. Bizə də nə lazım idi? Yalnız birinə aid olsun. Deməli, 5 doğrudur. Ona görə Y variantı doğru olacaq. Gəlin altını da oxuyaq. Məhsuldarlığı artırır. Məhsuldarlığı artırır, polikloidlik də artırır, transgenez də artırır, mentor üsulu da artırır. Deməli, üçünə də aid oldu. Bizə lazımdır yalnız birinə. Deməli, 6 doğru olmadı. Doğru cavab Y variantı. Çox belə maraqlı sualdır. Biraz da çaşdırmaq da olur. 18-ci sual. Sağlam insan orqanizmində normal mikrofloraya rast gəlinmir. Biz bilirik ki, ətraf mühitlə əlaqədə olan hissələrdə, yuxarı tənəffüs yollarında, sonra yoğun bağırsağın aşağı hissəsində, mədə-bağırsaq traktında, sidik-cimsi yollarda biz orada normal mikrofloraya rast gələ bilərik. Hansı ki, bakteriyaların miqdarı çox olmalıdır, göbələk və viruslar az olmalıdır, amma illaki olmalıdır da, qaçılmazdır. Amma bizim bədənimizdə daxili orqanlar, sonra omurğa beyin mayesi, qan, limfa, baş beyin, bunlar steril olmalıdır. Burada normal sağlam insanda mikroorqanizmə rast gəlinməməlidir. Ona görə də doğru cavab omurğa beyni mayesi olacaq. 19-cu suala baxırıq. 19-cu sualda deyir, uyğunluğu müəyyən edin. Uşaq infeksiyaları, sosial xəstəliklər və zoonoz infeksiyalar. Skarlatina uşaq infeksiyalarına aiddir.
Albinizm bu infeksiyon xəstəlik deyil, irsi xəstəlikdir, autoson resessif xəstəlikdir. Bunu heç birinə aid etmirəm. Bruselyoz zoonoz infeksiyadır, süddən və ətdən keçə bilirdi. Cüzam sosial xəstəlikdir, həyat tərzi ilə bağlı olaraq baş verir. Kül qızdırması, qurey qızdırma deyirdik, naməlum qızdırma kimi tərcümə olunur. Zoonoz infeksiyalara aiddir. 1A, 2D, 3B'yi. 3B'yi. Hansı cavab oldu? T olmalıdır ki, hamısı T orada. Düz yazmadım. Bəli. C'yi yazmalıydım. Bəli, düz deyirsiniz. Bəli. Çünki dedik ki, B heç birinə aid deyil. Aha, doğru cavab oldu Y bəli. Bəli. Keçirik 20-ci suala. Çox sağ olun. Keçirik 20-ci suala. Deyir ki, uzaq hibridləşmədə istifadə olunan mutasiya növünə aiddir. Uzaq hibridləşmədə biz adətən genom mutasiyadan istifadə edirik, poliploidlik tətbiq edirik. Lakin genom mutasiyanın daha bir növü də poliploidiya yox, aneuploidiyadır. Çünki burada insana aid olan xəstəliklər göstərilir. Təbii ki, biz burada poliploidiya axtarası deyilik ki, aneuploidiya. Bu, trisomiya xəstəliklərindən Edwardsın adını görürük burada. Edwards 18-ci xromosomun bir vahid artıq olması nəticəsində baş verir və genom mutasiya hesab olunur. Uzaq hibridləşmədə poliploidlikdə genom mutasiyadır. Yəni məntiqə uyğun olaraq burada C variantını seçirik. Digər variantlar heç biri buna uyğun olmur. Keçirik 21-ci suala. 21-ci sualda deyilir. Cinsiyyət xromosomları homoloji cüt əmələ gətirməyən omurgalı heyvan üçün doğru deyil. Nə deməkdir cinsiyyət xromosomları homoloji cüt əmələ gətirməmək? Yəni heteroqamit olmaq deməkdir. Yəni XY cinsiyyət xromosomuna malik olmaq deməkdir. Bu müxtəlif omurgalı heyvanlarda müxtəlif fərdlərdə ola bilər. Quş və sürünənlərdə əgər erkəklərdə, dişilərdə müşahidə olunursa, digər məsələn amfibilərdə, məməlilərdə biz bunu dişi fərdlərdə müşahidə edirik. Deməli, hər bir versiyanı nəzərə alaraq variantlarla işləyəcəyik. Oxuyuruq A variantını. Doğru deyil istəyir. Xromosom müxtəlifliyi qanşır cinsdən çoxdur. Bəli, əgər heteroqamitdirsə, deyirik ki, heteroqamitlərdə somatik hüceyrədə xromosom müxtəlifliyi haploid saydan bir vahid artıq, homoqamitlərdə isə elə haploid saya bərabərdir. Yəni bu Y bir dənə əlavə müxtəliflik verir bizə. Ona görə də A variantı doğru olur. B-də deyir ki, kloakaya açılan axar sayı qarşı cinsdən çox ola bilər, ya bərabər olacaq və yaxud da əgər quş kimi nəzərə alsaq, quşlarda dişilər heteroqamitdir, dişilərdə yumurtalıq, sağ yumurtalıq reduksiya uğramışdır. Ona görə kloakaya açılan axarın sayı qarşı cinsdən, yəni erkəkdən çox yox, az olur. Ona görə də burada B variantı yanlışdır. Ancaq yenə digər variantlara da baxaq. İfrazat məhsulu sidik turşusu ola bilər. Bəli, quşlarda və yaxud sürünənlərdə sidik turşusu ifrazat məhsuludur. Büzdün fəqərəsi ola bilər. Bəli, büzdün, məsələn, insanda büzdün fəqərələri var. İnsanın da erkəyi heteroqamitdir. Bizə cinsi ayrımçılıq burada qoymayıbdır ki, erkək olsun və ya dişi olsun. Deməli, D də doğrudur. Ürəyində və bədənində olan qan növlərinin sayı bir-birinə bərabər olmaya bilər. Bu da doğrudur. Əgər sürünənləri kimi götürsək, sürünənlərdə də erkəklər heteroqamitdir. Məsələn, timsahı nəzərə alsaq, timsahda ürəyində 2 növ, bədənində 3 növ. Yəni, bir-birinə bərabər olmaya bilər. Deməli, burada cavab doğru olmayan cavab B variantıdır. Keçirik 22-ci suala. Klonlaşdırma üçün doğrudur. Az sayda olan növlərin qorunub saxlanmasında faydalı ola bilər. Bəli, klonlaşdırma məhz bunun üçün də nəzərdə tutulur. Dolly gen mühəndisliyi ilə alınan yeni cinsdir. Yox, Dolly klonlaşdırma ilə alınan yeni cins falan da deyildi. Qoyunun kopyasıydı, kserokopyasıydı, belə deyək, klonuydu. Dolly poliploiddir, poliploid də deyildi. Ümumiyyətlə, biz məməlilərə poliploidlikdən danışmırıq. O elə diploid canlı idi. Çünki kimin nüvəsini istifadə eləmişdik? Diploid canlı nüvəsini. Dolly haploiddir, indicə dedik ki, diploiddir. Klonlaşdırma kütləvi şəkildə aparılır. Kütləvi aparılsaydı, gərək Dolly'nin çoxlu nüsxəsi olaydı. Bu fərdi şəkildə aparılır. Deməli, doğru cavab A variantı olacaq.
23-cü sual. Karpachenko metodu tətbiq olunmayanları seçin. Beşkir Astanya bu donuz cinsi idi. Məməlilərə Karpachenko metodu, yəni poliploidlik tətbiq olunmur. Deməli, biri götürəcəyik. Tut bitkisinə ailə Azərbaycanda İlyas Kərəmoğlu Abdullayev tuta poliploidliyi tətbiq eləmişdi. Tut ipək qurduna da Astaurov tətbiq eləmişdi. İlk dəfə olaraq cır armud bu cır olmazdı ki, Karpachenko tətbiq olunsaydı. Buna tətbiq olunmuyor. Deməli 4-ü götürəcəm. Ayrıq otu da nədir? Alaq otudur. Buna da heç kim bunu tətbiq eləmir. Düzdür, ayrıq otundan Sitsin çox illik buğdanı almışdı. Amma yəni özünə folklorik tətbiq olunmuyor. Tritikali, triticum buğda, sekali çovda buğdayla çovdarın hibridi idi və onu döllü eləmək üçün ona Karpachenko tətbiq olunmuşdu. Deməli 1, 4, 5. 1, 4, 5 tətbiq olunmuyor. Karpachenko metodu seçilib. 24-cü sual. Deyir ki, doğru mülahisələri müəyyən edin. Sahib hüceyrənin səthində reseptorlar çox olduqda orqanizm həssas olur. Bu doğru fikirdir. Deyirdik, reseptorlar çox olduqda həssas orqanizm, az olduqda qeyri-həssas orqanizm. Bu həssaslar daha tez yoluxurdu, reseptoru çoxdur da, açar qıfıl məsələsi kimi hop eləyib yapışırdı ona parazit sahib orqanizmə. Amma digəri qeyri-həssas isə daha az yoluxma ehtimalı var idi. Deməli, bir doğru fikirdir. 2-də deyir ki, mikroorqanizmlərin çoxalması yalnız sahib orqanizmin hüceyrələrinin daxilində baş verir. Daxilində də baş verə bilər, hüceyrənin xaricində də baş verə bilər. Yalnız sözünə görə bu yanlışdır. İnfeksiyon prosesinin ilkin mərhələsi mikroorqanizmlərin sahib hüceyrəsinə yapışması prosesidir. Bəli, dərsliyimizin cümləsidir. İlkin mərhələ yapışma prosesidir. Həm saprofitlər, həm də mütləq patogenlər bəli, müəyyən müddət orqanizmdən kənarda yaşayır. Bu da dərsliyimizin cümləsidir. Hətta mütləq patogenlər belə müəyyən müddət qalır, sonra amma sahib orqanizmə daxil olduqda mütləq xəstəlik törədir. Sahib orqanizm və mikroorqanizmlər arasında qarşılıqlı münasibət yalnız parazitizmlə özünü göstərir. Niyə ki, mutualizm də var. Məsələn, bizim bağırsaq çöpü bakteriyalarımız bizlə simbioz yaşayır, bizə fayda verir. Yəni, hökm deyil ki, parazit münasibət olsun. O, belə də ola bilər. Yaxşı münasibət də ola bilər. 6-cı sual, 6-cı versiya. Soyuğun təsirindən orqanizmin xəstəlik törədən mikroorqanizmlərə qarşı davamlılığı yüksəlir, yüksəlməz, əksinə aşağı düşər. Bunu hətta Louis Pasteur toyuqların üzərində təcrübə aparmaqla, onların ayağını soyuğa qoymaqla, heç bir həssaslığı olmadığı halda qara yara xəstəliyinə qarşı həssaslıq yaradaraq onları xəstələnməsinə səbəb olmuşdu və bununla da soyuğun xəstəliklərin gedişinə mənfi təsirini göstərmişdi. Deməli, burada da doğru cavab 1, 3, 4 doğru cavab olacaq. 25-ci sual. 25-ci sualda deyir ki, silim buradan. 25-ci sualda deyir ki, cümlələri tamamlayın, düzgün sözləri ardıcıllıqla düzün. Genetik cəhətdən yaxın olan növ və cinslər oxşar irsi dəyişkənliklər sırasıyla səciyyələnir. Bura oxşar qoyacaq. Vavilovun homoloji sıralar qanunudur. Bir mədəni bitkinin bir neçə mənşə mərkəzi ola bilər. Bir neçə sözünü də bura qoyacaq. Fluorograf cihazının köməyi ilə akciyərlərdə baş verən dəyişikliklər aşkar olunur. Burada akciyəri qoyacaq. 1, 5, 3 doğru ardıcıllıq belədir. 26-cı sual. Müasir tədqiqatlara əsasən mədəni bitkilərin mənşə mərkəzlərinin neçəsi Afrika qitəsində rast gəlinir? Biz demişdik ki, Vavilova görə Həbəşistan, Asiya və Afrika, Aralıq dənizi, Avropa, Asiya və Afrika və bir də əgər demişdik ki, müasir tədqiqat sözünü işlədirsə, Vavilovdan nə bilirsə, adını bilməsək belə həmişə üstünə bir gələk. Yəni, adını da deyək, Afrika mərkəzi müasir mərkəzlərdəndir. Yəni, burada 2 Vavilovdan bildiyimiz, bir dənə də müasir cəmi oldu, 3 dənə Afrika qitəsi ilə əlaqəli mərkəz. 27-ci sual. Uyğunluğu müəyyən edin. Yeni bitki sortları yaranıb və yeni heyvan cinsləri yaradıb. Butarin Lucis ilə birlikdə Arxara Meranos almışdı. Deməli, bunu aid eləyəcək 2-yə. 2-yə getdi A. Puslavoid da
Stoy sözündən yadınızda saxlamışdıq. Günəbaxanın yağlılığını artırmaqla yeni günəbaxan sortları yaratmışdı. Deməli, 1-ə gedir B. Sonra Catricus, Indocatricus qızıl düyü. Qızıl düyü bitkidir də. Yəni ona görə bunu da yazacağıq 1-ə. Sonra Kirpiçnikov Rupşa karp balıq cinsi almışdı. Ona görə onu da yazırıq 2-yə. Abdullayev İlyas Kərəmoğlu Abdullayev tuta poliploid sortlar almışdı. Deməli, bunu da yazırıq E-yə. 1 B C-yə, 2 A D. Və keçirik situasiyaya. Qədim insanlar vəhşi heyvanlara, quşlara, balıqlara, bitkilərə baxaraq onların heyran edici mükəmməllikləri qarşısında vəcdə gəlmiş və bu xüsusiyyətləri həyatda tətbiq etməyə çalışıblar. Feyzi canlı orqanizmlər yeni texnologiyaların açarıdır olan bu elmin adı nədir? Bu elmin adı bionika elmidir və yazırıq bionika. Bionik derisi də bu şəkildədir. Heyvan üzvlərinin quruluşu əsasında da müxtəlif cihazlar istehsal olunmuşdur. İndi biz tapaq. Suiti qulağının quruluş prinsipinə əsasən demişdik ki, hidrofon yaranıb da, çünki onların qulağı su altında səsləri tutmaq qabiliyyətinə malik idi. Xərçəng və cücülərin fasetli gözlərinin quruluşuna görə isə demişdik ki, sürəti ölçən cihaz speedometer yaradılmışdı, çünki onların gözləri hərəkətdə olan cisimlərin hərəkət sürətini müəyyən etmək qabiliyyətinə malik idi. Bitki orqanlarının, hüceyrələrinin quruluş və forması bioniko üçün hansı ideyaları verir? Məsələn, dərsliyimizdə nümunələr göstərir. Deyir ki, bitki turqoru dam örtüklərinin yaranması üçün belə ilham mənbəyi olur və yaxud da zəncirotlu uçağanı paraşüt üçün və s. Yəni, istədiyiniz kimi qeyd edə bilərsiniz variantlar. Belə. Aydın olmayan nəsə varmı, müəllimlər? Müəllimə, Karpatyenko metodu ancaq bitkilərə mən elə bilirdim, tətbiq olunur. Heyvanlara da tətbiq olunur o. Karpatyenko metodu deyəndə poliploidlik nəzərdə tutulur da və Astalov onu tutipəklə nadir də olsa deyir, dərslikdə yazır ki, nadirən də olsa heyvanlara tətbiq olunur. İndi mən zapisi onda dayandıram, keçim sizin sual cavabınıza. Mən sizi sual cavab edeyim. Buradan sualınız yoxsa əgər. Yaxşı.